Bəziləri deyirlər ki, niyə Həzrəti Əli Zülfüqara əl atmadı? Həzrəti Fatimə Həzrəti Əlinin Zülfüqarı oldu. Dəmirdən olan qılınc Peyğəmbər zamanında işləyirdi. Amma Peyğəmbərdən sonra həmin o qılınc Zülfüqar girdi qınına və orada da olmalıydı. Amma Həzrəti Əlinin Zülfüqarı bəs kim oldu? Canlı Zülfüqar çıxdı meydana. O da Həzrəti Fatimə-i Zəhradır. Sinəsini elə sipər elədi Həzrəti Əli üçün qabağa. Ona görə deyirlər, Həzrəti Əli əleyhissalamın evinə hücum çəkəndə Həzrəti Fatimə çıxdı. Həzrəti Əli əleyhissalamın verdi sinəsinin qabağına. Dedi, əmoğlu, ya Əli, sənin indi day, kəsərli qılıncım mənəm. Kəsərli qılıncım mənəm. Elə Həzrəti Əlini müdafiə elədi. Heç bir dəfə də demədi ki, ya Əli, gəl məni müdafiə elə. Çünki öz vəzifəsini bilir ki, mən Əlini müdafiə eləməliyəm. O məzlum Əli əleyhissalam müdafiə olunmalıdır. Həzrəti Fatimə də bunu bacardı. Bilirsiniz, Həzrəti Fatimə kimdir? Peyğəmbəri necə Allah müdafiə elədi ya, problemin həll elədi. Həzrəti Fatimə də Həzrəti Əlinin problemini həll eləyirdi. Necə Allah Peyğəmbəri müdafiə elədi, ona əbtər deyənlər tənədən çıxartmaqdan ötürü, Peyğəmbəri o tənədən xilas eləməkdən ötürü Kövsəri verdi. Allahın Peyğəmbəri müdafiə eləməsi də həm də Kövsər surəsi. Kövsər surəsindən Allah neynədi? Peyğəmbəri müdafiə elədi. O tənələrdən qutardı, övlad verdi, ona davam elədi. İndi də Həzrəti Fatimə Həzrəti Əlini müdafiə eləyir. Həzrəti Fatimə o işi görür ki, Allah Peyğəmbəri üçün görürdü. Allahın Peyğəmbəri üçün gördüyü işi Həzrəti Fatimə Həzrəti Əli əleyhissalam üçün görürdü. Neynirdi? Həzrəti Əlini müdafiə eləyirdi. Allah Peyğəmbəri müdafiə eləyən kimi. Hər yerdə Allah Peyğəmbəri müdafiə eləyib, əbtər deyiləndə də onu müdafiə eləyib, ona Kövsər verib. İndi də Həzrəti Fatimə burada Həzrəti Əlini müdafiə eləyir. Kim ki Həzrəti Əli əleyhissalamın mövlalığını qəbul eləmir, gedir qapısını döyür. Gedir ona deyir ki, ənəsitum yevmə qədir, Qədirxum günün unutduz məgər, nə tez unutduz Qədirxum gününü, bilmirdiniz ki, Həzrəti Əli əleyhissalamı Mövla təyin elədi yerinə və canın da bu yolda fəda elədi. Gör nə qədər imamət və vilayət mühüm mövzudur ki, Həzrəti Fatimə kimi bir can bu yolda sərf olub, xəriclənib. Əssalamu aleyki ya Fatimətuz Zəhra, əssalamu aleyki əyyətuhəs siddiqətul kubra, əssalamu aleyki ya bintə Rasulillah.